Baxın camaat, baxın. Xətt yox idi yolda, buradan başlayır. Nəyə görə buradan başlayır? Çünki qabaqda radar var. Radara görə bu xətti çəkiblər ki, yəni kimsə tapdalasa cəriməsini yazsınlar da. Sırf radarın çəkdiyi nöqtələrin xəttin çəkiblər də, yəni. Xətti də pozulmağa qoymurlar. Vaxtında şey deyirlər, rəngləyirlər, yəni xəttin itməyinə imkan vermirlər. Bax, radarı keçdik, xətt davam edir. Radarın çəkdiyi nöqtəyə qədər gedir. Yəni, bununla demək istəyirlər ki, sırf sürücülərin təhlükəsizliyi, yoldakı sərnişinlərin təhlükəsizliyi deyil, vacib olan cərimədirlər. Bax, xətt bitdi. Radarın çəkdiyi nöqtəyə qədər xətti çəkirlər, sonra xətti yəni çəkmirlər də. Əsas radarın altın xəttini çəkirlər ki, kimsə tapdalasa cəriməni yazsınlar. Başqa yolda yoxdur. Yəni sürücülərin təhlükəsizliyi, yolda hərəkət edən sərnişinlərin təhlükəsizliyi vacib deyil, sırf cərimə üçün işləyirlər.